Burada ziddiyyətlər var. Yaxşı olar ki, qanunvericilikdə dəyişiklik olunsun. Sovet dönəmində hansı biriniz tanıyırsınız ki, Sovet dönəmində tikilmiş çoxmənzilli yaşayış binalarının qarajları olsun və s. və ilaxır belə şeylər olmurdu. Zirzəmilər olurdu. Fəlsəfə etibarilə o zirzəmilər texniki məqsədlər üçün istifadə olunurdu. Nasoslar və s. dayanırdı və liftlərin yuxarıdakı, son mərtəbədəki şaxtalar olurdu. Bu da ümumi ərazi hesab olunurdu. Amma indi isə yenə də MTK-lar adlı müəssisələr var və bu nədən var, bunu hələ ki tapmaq mümkün deyil və o qanun hələ ki niyə görə qüvvədədir, o da məlum deyil. Çünki artıq şərtlər dəyişib, dövr dəyişib, tələblər dəyişib. Biz şərti olaraq 300 mənzil olan 2 bloklu yaşayış kompleksində 30-35 qaraj yeri olur. Bu qarajlar kimə veriləcək, bu üçün sakindən hansına çatacaq? Ayrıyətən, başqa bir qanunla da o qarajların çıxarışları olur, o mülkiyyətçilər olur. Onların əlindən mi alacaqsınız o qarajları?